Binəqədi qəsəbəsində Cümə məscidinin yolunda asfalt məhəllədə bir dənə qəşəng 3 otaqlı həyət evimiz açılıb. Evimizin həyət hissəsi xudmanidir, amma oturub durmağa kifayət qədər yerimiz var. İstilik sistemi, kombi, pitminka hamısı evdə qalacaq. Bir də mətbəx mebeli. 5 daşlar kürsünün üzərindədir. Gəl bir də hissəli ilə tanış olaq. Evimiz 3 otaqlıdır. Qəşəng səliqəli evdir. Yer hissəsi də bütün hamısı istifoldur. Bir də qəşəng bir də belə bir mətbəx otağımız var girişdə. Səliqəli. Hər bir şey yəni yenidir evdə. Onu da qeyd edeyim. Bir də belə bir sanzelimiz var. Bütün aksesuarlar quraşdırılıb, hamısı öz yerində. Bir də belə bir qəşəng qonaq otağımız var. Evimiz yeni remontdan çıxıb. Qəşəng bir qiymətə satışa çıxıb. Sonunda qiymətini deyəcəm. Bir də ətraflı seç qonaq otağı. Bütün pəncərə sistemi də öz həyət hissəsinə baxır evin. Qəşəng keyfiyyətli qapılardan, materiallardan istifadə olunub. Belə bir dənə qəşəng yataq otağımız var. Yataq otağımız var. Bir yerde belə bir ikinci yataq otağımız var. Qaz, su, işıq hamısı bütün sayğaçları quraşdırılıb. Kanalizasiya sistemi də mərkəzi kanalizasiya sistemidir. Evimiz 3 otaqlıdır. Avtobus xəttindən biraz aralıda yerləşir. Belə deyim də. Amma qəşəng bir qiymətə satışa çıxıb. Evimizin start qiyməti 50.000 manata deyilir. Real alıcıya qəşəng bir endirimi də özüm eləyəcəm. Evimizdə qalan şeylər mətbəx mebeli, rüstur və kombi ilə pitminka. Yer hissəsi də bütün hamısı istifoldur. Bu evlə maraqlananlar bizlərlə əlaqə saxlaya bilər. Həmçinin Binəqədi qəsəbəsində kim həyət evlərlə maraqlanırsa, yaxud öz əmlakını satmaq istəyirsə, WhatsApp nömrəmizlə yaxud da adi zənglə bizlə əlaqə saxlaya bilər. Çəkiliş tamamilə pulsuzdur. Sağ olun, salamat qalın.